İndi bəzən adam dua edir, edirsən ilahi adama fəhim ver, elm ver, tutum ver, adam inkişaf eləyək, qabağa gedək, Quran deyən kimi Rəbbi zidni ilma, elmimi artır, ilahi. Bəzən bu duaları edirsən, bəzən də qorxursan. Nədən qorxursan? Baxırsan özündən qabaqçılara, görürsən ki, o kəslər ki, çox yox, hələ çox demirəm, 100 il, 1000 il demirəm, bir 20 il, 30 il öz yaşadığı cəmiyyətdən qabağa gedə bilirlər düşüncədə, onlar çox əziyyət çəkirlər. Çox əziyyət çəkirlər. Onlara kafir damğası vururlar, onlara müşrik damğası vururlar, onlara... Ona görə baxırsan, nə qədər bizim dahilərimiz var, hamı öləndən sonra əziz olub, hamımız. Nəsimi idi, öləndən sonra əziz oldu, özümüz onu soyduk da, özümüz deyəndə, yəni, biz yox, Boracə cəmaatı soymayıb, yəni insan soyub, insan. Dilində la ilahe illallah, dilində Peyğəmbərin zikri, dilində... Zəncani idi, bizim böyük alimiz Söhrə verdi, onu Hələbdə öldürdü, onu da özümüz, müsəlmanlar öldürdülər və kafirdir. Halbuki 34 yaşında bu adam İşraqi fəlsəfi məktəbinin banisi. Filosof yox ha, fəlsəfə müəllimi də yox. Fəlsəfə məktəbini bani eləyib, yeni bir dən məktəb qoyub ortaya, İşraq məktəb. 34 yaşında onu özümüz öldürdü. Molla Sədra yazıq, müsibətdə idi. Gəldi bir dəfə Həzrət Əlinin ziyarətinə gəlmişdi Nəcəfdə. İndi zirehdən yapışıb, öpür. Gördü bir dənə kişi orada, o da dayıyıb zirehə başın. Deyir ki, ağa, səndən bir dənə istəyim var, Allahdan istəm Molla Sədriyə Allah lənət eləsin. Bu Molla Sədrə özü də dayanıb orada ziyarət. Molla Sədrə belə vurdu kişinin belinə belə, kürəyinə. Kişi belə başını qaldırdı. Dedi, Molla Sədriyə, ona niyə lənət oxuyursan kişiyə? Niyə onun üçün lənət arzuluyursan? Dedi, o deyir ki, vacibül vücud. Vacibül vücud əslində Allah deməkdir. O indi kimdənsə eşidir, vəhdətül vücud filan bu sözləri, heç bilmir, sözü də hələ düz demir. Vəhdətül vücud hələ vacib vücud deyir. Molla Sədr baxdı buna nə desin? Heç demədi, mən o kəsəm filanam. Dedi, elə o sənin dediyin adam ki, o sözü deyirsə, ona lənət düşür. Elə deyin, de ona lənət.